Sabahınız xeyir, mən yenə də liftdən sizə video başladıram. Çünki bugün bazar günüdür və mənim ürəyimə səhər tezdən San Sebastian düşüb. Bugün Səlbərcəyə gedirəm, istədim ki, hazırlayım. Bir neçə ləvazimat əksikdir bizdə evdə. Ona görə də gedirəm onları almağa, sonra gəlirəm bir yerdə San Sebastian hazırlayırıq. Sonra da onun yarısını Səlbər aparacaq, yarısı da bizim evdə qalacaq. Belə. İndi isə gedək, ləvazimatları alaq və gələk. İnanırsınız, içəri girən kimi insanı ilk vuran, ilk təngə sürən yerçisidir. Orada olmasam alardım, amma axşama da çox pis hala qalacaq ona görə. İndi gəlin bir yerdə krem pender seçək. Daha sonra Bazar Store'da ilə alışverişimi dayandırıb çıxmalı oldum. Çünki orada axrana mənə yaxınlaşıb bildirdi ki, bəs xanım, burada çəkiliş eləmək olmaz. Mən dedim, yaxşı. 2-3 dəqiqə sonra nə oldusa, gəlib təkrar mənə deyir ki, gəlini zəhmət olmasa yaxınlaşın administrasiyaya. Nəysə, mən də getdim administrasiyaya ki, yəqin ki, nəsə bir mənalı bir söz deyəcəklər, amma axran sanki administratora məni şikayət edirmiş kimi başladı ki, bəs bu xanım çəkiliş eləyirdi. Administrator da mənə eyni şeyləri təkrarlamaq istəyəndə dedim ki, bir dəqiqə, yəni mənə zaten bu barədə məlumat verildi və mən də çəkilişi dayandırdım. Mən bir o qədər yormağa ehtiyac yox idi. Bu çəkiliş məsələsinin bu qədər qloballaşdırılması düzün mənə qəribə gəldi. Nəysə ki, alacaqlarımı Bravodan aldım və bir xanım mənə belə test rətil verdi. Və siz bunu sizə uzadanda götürürsünüz. Evə gedib çatan kimi aldıqlarımı sizlə ətraflı bölüşəcəm. İndi görəcəyiniz videoları mən videonu editlədiyim gün çəkmişəm. Sadəcə olaraq Rossmandakı endirimləri görüb sizin üçün çəkmək istədim. Hələ də sevdiklərinizi hədiyyə almamızsa mütləq Rossmana baş çəkin deyərəm. Çünki həm Rossmanda belə gözəl hədiyyəlik setlər var, həm də ki, qiymətləri də endirimə düşüb. Yəni olduqca münasib qiymətə sevdiklərinizi sevindirə bilərsiniz. Xanımlara özəl çox qəşəng hədiyyələr hazırlayıblar, hansı ki, mənim ürəyim getdi hər birinə. Hər biri o qədər gözəl rənglərdə, formalarda hazırlanıb ki, insan baxdıqca baxmaq istəyir. Mən uşaqlıqdan bəri həmişə qəpiklərimi yığıb mamama 8 Martda mütləq şəkildə hədiyyə alırdım. Ən sevdiyim şey onu sevindirmək idi. Uşaqlıqda deyirəm, amma bu adətim hələ də qalıb. Mən də öz mamama bu gün axşam gedib hədiyyə alacağam. Tək bədənə qulluq vasitələri yox, eyni şəkildə kosmetik məhsulların da belə boksları vardı, hansı ki, tujlardan ibarət bu bokslar. Viviana Sabonun ümumiyyətlə tujları çox yaxşı olur. Əgər yoxlamamısı mütləq yoxlayın. Qızılı olanı mən əvvəllər yoxlamışdım, çox qəşəngdir. Daha sonra istədim biraz da baxım məhsullarına baxım görüm, üz və bədənə qulluqda nələr endirimə düşüb. Hər birini sizin üçün çəkmişəm. Videonu dayandıraraq istədiyiniz məhsulun qiymətinə baxa bilərsiniz. Düzü çox vaxtım yox idi. Ona görə də bütün məhsulları bir-bir sizə göstərib ətraflı məlumat verə bilmədim, amma mütləq şəkildə mənim bundan əvvəlki videomda makyaj tövsiyələrimdə orada istifadə etdiyim və nəticəsini gördüyüm məhsullar haqqında məlumata qulaq asın. Əminəm ki, orada işinizə yarayacaq məsləhətlər olacaq. Rossmanda isə Sil, The Purest, Frudia, daha sonra Sinoz, bu kimi bütün markalara endirim var idi. Yəni ən çox viral olan, ən çox trend yoldan aldığımız məhsullar burada da endirimdə idi. Dekorativ kosmetikada isə belə Maybelline və L'Oreal, yəni ən çox istifadə etdiyimiz demək olar ki, məhsul stendlərində endirim var idi. Onlardan da bəzilərini, ən çox sevdiklərimi və ən viral olanları sizin üçün paylaşdım ki, qiymətinə baxasınız. Bu arada məhsulları almazdan qabaq mütləq şəkildə trend yolda da qiymətlərinə baxın. Normalda bəzi məhsullar ya trend yolda münasib olur, ya da Alivia və yaxud da Rossmann mağazalarında, amma hal-hazırda trend yolda da böyük endirimlər var. 15 manata qədər endirim kodlar mövcuddur. Bu səbəbdən trend yola göz atmağı unutmayın. Elimdən aldığımı bir də belə göstərim. Ümumi aldıqlarım 18 manat 76 qəpik elədim. Şəkər pudrası. 5 dənə yumurta. Millanın qaymağı. Bir də 750 qramlıq labne. Əvvəlcə belə bir şüşə qab götürürəm. Bu arada onu da qeyd edeyim ki, mən ilk dəfədə San Sebastian hazırlayıram. Yəni səhvlərim ola bilər, hətta sonda heç nə alınmaya bilər, amma yenə də sizlə bölüşmək istəyirəm. Labnemizi açırıq.
Bunun hamısını əlavə eləmək lazımdır. Çünki bu San Sebastian ümumiyyətlə əsas krem pendir labnedən ibarətdir. Stəkan yarım şəkər pudrası. Mən belə yarım atma olanlar. Ümid edirəm yarım stəkan olar burada heç olmasa. Ümumilikdə 190 qram şəkər pudrası lazımdır. Buna baxıram. Bunun elə özü 125 qramdır. Bir də bu qədər məndə əlavə var idi. Bunu əlavə edəcəm. Biraz azdır, amma heç nə olmaz məncə. İçinə hədiyyə vanil çıxdı. Elə hazır onu da qatarıq. Bunu əlavə edirəm. İndi növbədə vanil, elə içindən çıxanı istifadə edəcəm. Və qaymaq. Bir təpələmə, digəri isə biraz silik formada olmalıdır. Qarışdırırıq. Mən Sebastianı biraz qatı sevdiyim üçün qaradal nişastası da əlavə edəcəm. Reseptlərə baxdım ki, yemək qaşığı əlavə edirlər. Onda isə otaq temperaturunda 100 qram əridilmiş yağ. Sobanı qızmaq üçün 250 dərəcəyə gətirdim. İndi isə yağı otağız. Bu məhlulu süzgəcdən keçirərək bura tökməliyik. Məsələn, səhvlərimdən biri bu idi ki, yağlı kağızı bu formada eləmişəm. Daha sonra peşman olub 2 qat sadəcə olaraq çarpaz formada elədim. Çünki belə qalsaydı kağızın altına gedəcəkdi. Bu tökmə hissəsi biraz çətindir, amma yenə də bacardım. İndi isə sobaya göndərək. Məndə süzgəcdən çətin keçdi. Bunun səbəbi isə mənim mikserlə qarışdırmağım idi. Sadəcə çırpıcı ilə eləsəydim daha asan süzülərmiş. Bunu isə sonradan gördüm. Hə, bir də çölü qızarmış, amma içi belə sallanırsa, deməli siz bu işi əla bacarmısınız. Mən hazıram. Saçımı səhər-səhər yığıb evdən marketə gedib gəldim deyə artıq bu formanı aldı. Yəni bu hissəsində belə qatlanma oldu. Ona görə də saçımı yenə də yığdım. Belə Trendyoldan aldığım, burası belə qaşlarla və çiçəklərlə bəzədilmiş jaketi geyindim. Altında bir dənə mayka və belə bir cins şalvar. Hazıram. Evdən çıxaq və gedək Sənbərgilə. Qızlar, San Sebastian isə biraz ilıq olub. Mən YouTube'da baxdım ki, deyirlər ki, 6 saata qədər Xaldenkdə qalmalıdır. Əslində mən istəyirdim ki, yarısını kəsim, Sənbərə aparım, amma təəssüf ki, alınmayacaq. Kəsə bilməyəcəm. Ona görə bunu soyucuya qoyuruq. Axşam gəlində bir yerdə kəsərik. Az qalsın, adaptorumu götürməyi unudurdum. Bu arada belə bürünməyimə fikir verməyin. Əslində taksinə indi gedirəm. Sadəcə olaraq istəyirəm ki, xəyal eləyirəm ki, axşam iftardan sonra evə gəzə-gəzə gəlim. Ona görə belə büründüm. Amma inanmıram, yemək yeyəndən sonra adam ancaq oturmaq, yatmaq, belə şeylər istəyir. Bilmirəm sizə necədir. Belə marketə girib əl üstü çörəklə kol aldım ki, iftarda nuş eləyək. Yemək kimi mən bağlamalarımı verir ki, aç baxaq. Bunun içində mənə də maraqlıdır, tripod falan alıb. Amma ki, mən tripodumu uzun istəyirəm. Buradakı deyəsən səninki əl tripodudur, hə? Mən uzun tripod istəyirəm. Məndə bir də uzunu var, ona görə mən əl üçün aldım. Çünki uzunu da balacalaşdırıb, asla süst eləmək olmur, istəyirsən. Nəysə. O qədər də şey sifariş eləməmişəm əslində. Gəlin birinci bundan başlayaq. Niyə ağ rəng? Tez kirlənəcək. Baş bandım şeydə ağdı, ona görə. Ay, bunu çoxdan istəyirdim. Çox şey yarayır. Hə, mən daha buradan belə axmaqdan bir təhər olmuşam. Deməli, çolkalarım, çolka Azərbaycan nədir?
Kaşu türk dilindədir. Nə? A few moments later. Polka deyirlər üstündə. Azərbaycanda nədir bəs? Üstündə yoxdur. Elə şey olanmaz. Nəysə, baxıb mütləq videosuna yazdım. 100% qəribə bir sözdür. Onlara forma vermək üçün belə bir bu qida almışam. Tutacaqları ilə bir yerdə gəlib. Üstü belə tel-teldir. Məncə ona görə yaxşı sabitləyəcək. Bunu da yoxlayıb mütləq sizə videosunu paylaşdım. Bu isə mənim təxminlərimə görə işıqdır. Amma tripod ola bilər. Nədir? İşıq da deyəsən bu tutacaq. Məncə də tutacaqdır bu. ...16 rəngi var. Düzdür, mən rəngləri istifadə eləmirəm onsuz da. Mənə əsas ağ və sarı Reelslər rənglərdir. çəksən Instagram'a maraqlı olur rənglər. Makyaj uzalanır. Doğru. Heç özüm Instagramı təsəvvür eləmirəm hələ ki. Adaptörü. İnşallah zaryadkası vardır və yoxlaya bilərik. Belədir. LED işıqları görürsünüz içərisindədir. Amma yox, məncə güclüdür. Yox. Amma modları buradan dəyişir. Demək, belə Neçə qırmızı. Dəqiq bilmirəm. Mənim Və qiymətim görsən bağlı. bənövşə nə qəşəngdir. Bütün rəngləri göstərirəm ki, baxası. Son olaraq əl üçün tripod. Adelin səsi ilə bir yerdə. Əslində çox rahatdır məncə. Belə. Bir də beləsi var, bir də 1.20'lik Belə. var. Bu da səfərlərimizə biraz deyəsən uzanır. Belə. Bu qədər uzanır. Bu qədər. Bağlamanı açdıq və gəldim gördüm ki, Sənibər görün iftara nə bişirib. Çox möhtəşəm qoxur. Kaş sizə də bu qoxunu ötürə bilərdim. Bu da Sənibərin yeni boydan aynasıdır. Çox gözəldir. Mən çox bəyəndim. Əslində videolarda o qədər kiçik düşür ki, elə bilirdim ki, elə mən boylarda olacaq, amma olduqca böyüymüş. Bizim evdə yer olsa mütləq mən də bir boy aynası istəyərdim. Çox gözəldir, çox bəyəndim. Xeyirli olsun. Deməli, biz Sənibərlə söhbətə necə başımız qarışıbsa, hələ indi fərqinə vardıq ki, iftara çox az qalıb. Ona görə təcili bir salat hazırlamaq istəyirəm, çünki Sənibər çayı dad eləyicidir. Bilmirəm bu salatı dadımı siya yox. İndi göstərəcəm, görüm kim bu salatı bilir. Bu salat düzünə qalsa, belə böyük bir salat deyil, sadəcə olaraq pomidor, xiyar, biber və bir də istəyə görə soğandan istifadə edə bilərsiniz. Sadəcə olaraq əlavə olaraq üzərinə mən mayonez qatıram və beləliklə çox dadlı salat alınır. Mən kotleti belə sadə versiyada çörəklə yeyə bilmirəm. Ona görə də həmişə kotlet evdə bişəndə, mamam kotlet hazırlayanda mən də bu salat hazırlayırdım. Sonra da kotleti içərisinə doğrayırdım. Beləliklə çox dadlı şəkildə yeyirdim. Eyni şəkildə makaronu da mən belə yeyirəm. Düz makaronu hər hal ilə sevirəm, amma bu formada da yeyirəm. Əgər yoxlamamızsa mütləq yoxlayın. Yekun ətcəni indi sizə göstərəcəm. Baxın, yekunda belə bir salat alındı. İçinə baharat olaraq da biraz sumaq, qara istiot və duz vurmuşam. Çox dadlı alınır. Bilmirəm zövqünüzdə ya yox. 100% deyəsiniz ki, bəlkə də. Bu nədir yeyirsən, amma çox dadlı. Sənbər sən də sevirsən ha? Hə, Sənbər də sevir. Qızlar, masamızın gözəlliyinə bir dənə baxın. Çox qəşəngdir hər şey. Biz nuş eləyək, sizə göz haqqınızı halal eləyin. Allah orucdan hər kəsin orucunu qəbul eləsin. Bizimki daxil. Hoppa. Ay Allah, balamın cöləvi. Öpüşat izləyicilərmə. Ay Allah. Kameram tutmadı ha. Nəhayət
Bu gün də belə evə gəlib çıxdım. Ay, yoruldum düzü. Çox soyuq idi, tez-tez addımladım. Belə evə gedib San Sebastian kəsmək üçün səbir istəyirəm. Sizin üçün də təbii ki bu anı çəkəcəm. Məncə alt hissəsi işə bayaqdan yandırmıram. Alt hissəsi yaxşı bir şey. Çox da qızarmayıb. Buraları səlqəyə salıb gəlirəm. Düzdür, ingrediyentləri biraz baha olsa da, amma nəzərə alsaq ki, çox dadlıdır, ara bir bişirmək olar. Mən təbii ki, burada bütün qramajı deyə bilmədiyim üçün siz YouTube-da əgər hazırlamaq istəyirsinizsə, San Sebastian yazsaz, yüzlərlə resept çıxır, hamısı demək olar bir-birinə oxşardır. Onlardan sizə uyğun olanı seçib hazırlaya bilərsiniz. Görüntüsü belədir. Əslində məncə kafe shoplardakı ölçüdədir elə hündürlük olaraq. İndi isə gəlin bir yerdən teksturasına baxaq. Əla. İçi yumuşaqdır. Çox dadlıdır. Mütləq evdə sınamalısınız. Təcil sürətdə çay götürüb bunun ləzzətinə varmalıyam. Siz isə bu videonu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti videolarda görüşmək üzrə. Hələlik.